Bu qədər etirazlara baxmayaraq müşahidə edirik ki, ehsan süfrəsindəki həbs olunan xanımlara hələ də zülm verilir. Həbs qəti imkan tədbiri daha 2 aylıq artırıldı. Zindandakı bacılarımızın bu rejim tərəfindən saxlanılması heç bir qanun çərçivəsinə uyğun gəlmir. Ey Azərbaycan xalqı, siz necə də korsuz. Görmürsünüz ki, haqqınız tapdalanır, gündən-günə vəziyyətiniz daha da pisləşir, daha da çox zülmlər olunur. Ölkədə mütləq formada işğal rejim tədbirləri həyata keçirilir. Milli kimlik dəyişdirilir, mənəvi dini dəyərlərin əvəz olunması şiddətlə həyata keçirilir. Məncə artıq kimsəyə gizli deyil ki, cuhudlar ölkədə at oynadırlar. İsrail cəsus şəbəkəsi ölkəni tam nəzarətə götürüb və müstəqillik sadəcə formal xarakter daşıyır. Biz gələk öz haqqımızı alaq, bu rejimə yox deyək. Cuhudları qovaq ölkəmizdən, çünki bizim ölkə Azərbaycan ölkəsi, Şah İsmail Xətainin ölkəsidir, Cavad xan ölkəsidir, qeyrətli qardaş bacılarımızın ölkəsidir, azad insanların ölkəsidir. Bizim millətə köləlik yaraşmır. Dinc meydan bizi gözləyir. Səsimizi ucaldaq, dünya imperializmlə satılmış ailə rejimindən imtina edək. Ölkəmizi uşaq qanına bulaşmış İsrail və Əliyev canilərindən xilas edək.